Həmən o möhkəm sütun İmam Hüseyin əleyhissalam üçün Həzrəti Abbas oldu. Bir dənə deyirəm, bunu qutaram. Deməli, ağanın bilirsiniz də, ağanın sözü bizə gəlib çatmayıb. Niyəsini də bilirsiniz niyə. Fəqih olmasına baxmayaraq, alim olmasına baxmayaraq, elm-i lədunniyə malik olmasına baxmayaraq, sözü gəlib çatmayıb bizə. Niyə? Ədəbindən. Çünki Həzrət Əlinin yanında, İmam Həsənin yanında, İmam Hüseynin yanında söz deməyib Həzrət Abbas. Bir yerdə, Məkkə şəhərində, İmam Hüseyin Məkkədə olanda Kərbəla səmtinə, İraq səmtinə üst tutmamışdan qabaq, İmam Hüseynin göstərişi ilə çıxıb bir dənə xütbəsi var, qısa xütbəsi. O yazılıb, tarixdə gəlib şükür olsun Allaha çatıb bizlərə. Bilirsiniz, Məkkədə suiqəst hazırlanmışdı İmam Hüseyin əleyhissalama. İmam Hüseyin əleyhissalam bunu bildi, ona görə Məkkəni qurbandan qabaq tərk elədi, üzü İraq səmtinə. Orada Həzrət Abbasa dedi ki, çıx sonuncu dəfə Məkkə, Kəbədə insanlara bu xitabı elə. Həzrət Əbülfəzl Abbasın sözünə bax. Bunu deyirəm, qutardı söhbət. Bismillahirrahmanirrahim dedi. Allaha həm səna elədi. Peyğəmbər və onun əhl-i beytinə salam, salavat və rəhmət və bərəkət göndərdi. Sonra belə dedi. Dedi, bizə xəbər çatıb ki, mənim ağam, Mövlam Hüseynə suiqəst hazırlamışsınız. Amma sizin babalarınız yanılan kimi siz də yanılırsınız. Onlar o zaman yanıldılar ki, Peyğəmbəri öldürmək fikrinə düşdülər. Axı, Məkkədə o fikrə düşmüşdülər. Yatağına vuracaq xəncəri. Onlar o fikrə düşdülər ki, onda yanıldılar ki, fikrə düşdülər ki, Allah Rəsulunu öldürsünlər. Siz də yanılırsınız, onun balasını öldürmək fikrinə düşmüşsünüz. Mənim atam Əli sağ olan müddətdə onlar Rəsulullaha toxuna bildilərmi ki, mən sağ ola Hüseynə toxunasınız? Bu söz üçün bir sən, daha söz deməyəsəni. O şairlərdə vardı, yaxşı biri bir dənə beyt deyəndə da o bilər deyə qoya mikrofonu. Bu Həzrət Abbasın bu sözündən sonra mikrofonları söndürər. Mənim atam Əli sağ olan müddətcə Rəsulullaha toxuna bildinizmi ki, mən sağ ola siz Hüseynə toxunasınız? Hə, amma toxunmaq istəyirsiniz, öldürmək istəyirsiniz, gəlin yolun deyim sizə. Mən elə bilirəm ki, bu sözdə bütün o Məkkədə kim var dönüb baxıblar o səmtə. Nə qədər diqqəti cəlb edir, ha? Abbas Hüseyni öldürməyin yolun deyir. Gəlin Hüseyni öldürməyin yolu mən deyim sizə. Yolu var, amma mən bilirəm onu. Gəlin deyim sizə. Birinci məni öldürün, sonra gedib Hüseyni öldürərsiniz. And ola Allaha, Mövlam Hüseyndən izn olsaydı, görərdiniz ki, qəzəblənmiş qartal sərçənin boğazın üzən kimi boğaz üzü üzərəm.